Hörmətli izləyicilər, bugün ayın 6-sı 2025-ci ildir. Bax, bu gördüğünüz bu prospekt hansı prospekt? Heydər Əliyev prospektidir. Cəllibad rayonunda, Cəllibad şəhərində. Yolun sağı, solu, işıq dirəklərinə şəhidlərin şəkilləri asılıb. Çox gözəl bir görüntüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid analarına, şəhid atalarına can sağlığı versin, qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun. Amin. Çok güzel bir görüntüdür. Bakın, bakın. Cəllibad Ciddə şəhərində. Evet. 6 aprel 2025-ci il. Cəllibad Azərbaycanın ən inkişaf eləmiş rayonlarından biridir. Əhalisi, cəmaatı, qonaqpərvər, münbit torpaqları. Burada bütün küçələrdə şəhidlərin şəkilləri vurulub, küçələrin adları verilib. Burada şəhidlərə böyük diqqət, qayğı göstərilir. Ona görə də mən rayon rəhbərləmə heç tanımıram kimdir. Rayon rəhbəri, əlaqədar orqanlara, əlaqədar təşkilatlara öz təşəkkürümü bildirirəm. Allah ordumuzu qorusun. Bundan sonra Allah Teala bizə sülh, əmin-amanlıq nəsib etsin. Bu faşist ermənilər otursunlar yerlərində, bir də yumruqların başına değsələr o dünyalıq olacaqlar. Bunları anlasınlar. Sağ olun, sağlık alın əziz izləyicilər.